Özlərine, doğmalarına səbr-i cəmil nəsib eyləsin. Bugün bayağı qeyd olduğu kimi artıq 5 il bundan öncə biz bu şəhidlər xiyabanda bu qəhrəmanlarımızı, bu fatihlərimizi, bu şəhidlərimizi dəfn mərasimində iştirak edildik. Və onda hələ ərazi bütövlüyümüz, torpaqlarımız tam düşmən tapdağından azad olmamışdı. Eğer bir-iki kənd düşmən tapdağından azad olursa, biz onu böyük bir sevinç, coşkuyla qeyd edirdik. Sevinirdik ki, ne yaxşı, bir kənd, bir qəsəbə azad oldu. Ama sonra burada uyuyan şəhidlərin davamçıları olan 3000'e yaxın şəhidimiz bizə qələbə müjdəsini gətirdilər. Bizə ərazi bütövlüyümüzü, suverenliğimizi bərpa elədilər bizim üçün. Bugün onların nuruna yığışmışıq, ışığına yığışmışıq. Bayağıdan Qazi Əhməd qardaşımız, Şəhid Abdullahın atası dedi, 5 şəhidin anım günüdür. 5 yox, mən deyərdim bugün 3000 şəhidin anım günüdür. Ümumiyyətlə, Qarabağ müharibəsində şəhid olan bütün şəhidlərimizin anım günüdür. Onlar üçün dualar edilir. Burada oxunan Quran ayələri, edilən dualar bütün şəhidlərimizin adınadır. Şəhid o kadar böyük varlıqdır ki, o kadar uca varlıqdır ki, o kadar böyük zirvə məqam sahibidir ki, saatler, günler, aylar, illər yetməsi şəhidin haqqında danışasan və yaxud şəhidin haqqını verəsən. İnsan nə qədər dünya malından keçsə belə, şəhidin haqqını verə bilməz. Çünki şəhid insanlara elə bir nemət bəxş edib ki, həmişə demişəm, yenə deyim, şəhid şəfaat verəndir. İnsanlara nicat verəndir, insanları xilas edəndir. Həm bu dünyada, həm o dünyada. Allah Teala Quran-ı Kərimdə bu ki, şəhid mənim yanımdadır. Mənim yanımdadır. Yəni ki, Allah Teala özü şəfaat verəndir, insanın günahlarını bağışlayandır, əfv edəndir. Şəhidə də o imtiyazı verir ki, şəhid də qiyamətin günü onu sevən, ona yaxın olan, onun əzlərinin günahlarının bağışlanmağına bir vəsilədir. Yazırlar ki, kitablarda şəhidin ilk qanı, ilk damla qanı yerə töküləndə özünün və ona yaxın olan 70 insanın günahlarının bağışlanmağına bir vəsilədir. Şəhid belə bir varlıqda Allah Teala ona o nemət bəxş edib, nəsib edibdir. O da bizim şəhidlərimiz həm dünyada, bu dünyada olan bizə nicat verdilər onlar. O 30 illik həsrətə son qoydular. Bugün bu üstənci bayrağımız artıq Xan kəndində, Xocalıda dalğalanır, Şuşada dalğalanır. Biz Xocalı qisası ilə neçə illər yaşamışıq. O Xocalıda olan o vəhşiliklər, o qadınlara qarşı, körpə balalara qarşı edilən işgəncələr, biz o qisas hissi ilə yaşayırdıq. Bu şəhidlərimiz, burada uyuyan şəhidlərimiz, onlar bizə o qisası almağa vəsilə oldular. Bugün burada şəhid anaları var, şəhid həyat yoldaşları var, şəhid övladları var, şəhid ataları var, şəhid bacıları var, qardaşları var, doğmalar, əzizlər. Bu şəhidlər artıq bizi bir-birimizə o qədər doğma edib, biz onları bir-birindən ayıra bilmirik. Ana, ata, həyat yoldaşı artıq hamı bir anaya çevrilib, hamı bir qardaşa çevrilib, hamı bir ailə kimi biz şəhidlərin anım günlərində, mövlud günlərində gəlirik bu ziyarətgaha, bu pirə, bu ocağa. Çox yerdə demişəm, burada da deyim, bu şəhidlər bizim bir çox insanlarımızın hacətlərinin, dualarının qəbul olması üçün bir vasitə olublar, vəsilə olublar. Artıq burada insanlar gəlirlər, buranı ziyarət etməklə Allahla öz aralarında şəhidləri vəsilə qərar verirlər ki, İlahi Pərverdigara bu şəhidlərin ehtiramına müşkülümü asan elə, xəstəmə şəfa ver, duamı qəbul elə. Və insanlar artıq bu şəkildə gəlib şəhidlər xiyabanı ziyarət edirlər. Bu da həm sizin, bizim bugün bura yığışmağımız, həm insanların buradan dua istəmələri, bir daha Allah kəlamının o Allah ki Quran-ı Kərimdə buyurur ki, onlara ölü deməyən, onlar diridirlər, Allahın yanındadılar, Allahın ruzusundan qidaranlar. Və insanların bugün bu şəkildə buraya gəlməsi bir daha şəhidin diriliyinə ən bariz nümunədir. Ölü o insandır ki, həyatda yaşayır, özündən sonra bir iz qoya bilmir. Burada həm əskərlərimiz, həm zabitlərimiz, bunlar bir yerdə vuruşublar. Burada məndən başqa da yəqin danışanlar olacaqlar. Bəlkə də bu şəhidlər haqqında bizdən çox sizlər bilirsiniz. Burada fidan balalar gəliblər. Onlar şəhidlər haqqında danışacaqlar. Şəhidin silahdaşları gəliblər. Sumqayıtımızın və digər regionlardan insanlar gəliblər.
şəhidin nuruna, işığına yığışıblar. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Allah ruhlarını bizə duası qərar versin, yaxınlarına, əzizlərinə səbr cəmil nəsib eləsin. Hər dəfə demişəm, bu gün də bir təkrar olsun deyə biz bu şəhidləri tanımamışıq. Artıq bu 5 il ərzində biz bunların adlarını, ailələrini, bunlar haqqında, bunların qəhrəmanları haqqında bizdə məlumatlar yaranır. Görmədən bunları sevmişik, görmədən bunlara məhəbbət bəsləmişik. Bunun da ən bariz nümunəsi dinimizdə İmam Hüseyn əleyhissalamdır. Biz Kərbala şəhidlərini, İmam Hüseyn əleyhissalamı görməmişik, görmədən onu sevmişik. O şəhidlər İmam Hüseyn əleyhissalam məktəbinin yoluna davamçılarıdırlar. Və bundan sonra nə qədər bu dövlətçiliyimiz, müstəqilliyimiz, bu üç rəngli bayrağımız var, xalq öz şəhidini yad edəcək, onu unutmayacaq. Daim bundan sonra da kitablar yazılacaq, əsərlər yazılacaq, şeirlər yazılacaq şəhidlər haqqında. Allah bütün şəhidlərimizə rəhmət eləsin bir daha. Burada əgər kimsə danışmaq istəsə, söz demək istəsə, fərq eləmir. O şəhidin başdaşı üstə və digər şəhidin hamısı eynidir. Danışar inşallah ümumi şəkildə bütün şəhidlərimiz haqqında. Şəhidin